Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün ikinci yarım il üzrə ümumiləşdirici tapşırıqlara baxacağıq və bununla da 7-ci sinifin iş dəftərini bu şəkildə yekunlaşdırmış olacağıq. Gəlin başlayaq. 1. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla deyir. Atomun elektrik yükü onu təşkil edən, atomu nə təşkil edirdi? Elektronlar və protonlar təşkil edirdi. Onların elektrik yüklərinin cəminə bərabərdir. Deməli, atomun elektrik yükü onu təşkil edən elektronların, yazıram, elektronların və protonların, devam edək, elektrik yüklərinin cəminə bərabərdir. Atomdaki elektronların sayı protonların sayına bərabər olduğundan onun elektrik yükü sıfıra bərabər olar. Bu sıfır sözünü də buraya yazarıq. Yazaq sıfıra bərabər olur. Davam edək. Növbəti çalışmamız 2 nömrəli çalışmadır. Neytral mis kürəni şəkildə təsvir olunmuş elektroskopun metal başlığına toxundursak nə baş verər? Şərtə görə bu mis kürəsi elektroneytraldır, yəni yüksüzdür və onu bu elektroskopun kürəciyinə toxunduracağıq. Gördüyümüz kimi elektroskopun vərəqləri şarklı vəziyyət alıb. Demək ki, elektroskop da neytraldır. Neytral cismə toxundurduğumuz zaman yük baxımından heç birisində heç bir dəyişiklik olmurdu. Yəni nə elektroskopdan mis kürəciyə, nə mis kürəcikdən elektroskopa elektrik yükü axmaz. Həm də vərəqlər də şarklı vəziyyət olaraq qalır. Yəni bu son dediklərimizi buraya yazmaq olar. Onu özünüz yazırsınız. Davam edək. Növbəti çalışmamız 3 nömrəli çalışmadır. Uyğunluğu müəyyən et deyir. Bir toxunma ilə elektrikləndikdə. Toxunma ilə elektrikləndikdə baxın bu ifadənin hər birisində elektroskop sözü var. O zaman bir dənə cismi çəkək. Daha doğrusu əvvəl bir dənə elektroskop çəkək. Əvvəl vərəqləri neytral halda şaquli vəziyyət alır bu şəkildə. Deyir, toxundursak nə baş verər? Fərz edək ki, bir dənə mənfi yüklənmiş cismi bu elektroskopa toxundurduq. O zaman həm elektroskopun kürəciyi, həm də vərəqləri mənfi yüklə yüklənər. O zaman biz deyə bilirik ki, toxunma ilə elektrikləndikdə elektroskopun başlığı ilə vərəqləri eyni işarəli yüklə yüklənər. Görürsünüz ki, həm kürəciyi, həm də vərəqləri hər ikisi mənfi yüklə yükləndi. Onda biz bunu bura ilə birləşdirərik. Davam eləyək. İkincini oxuyaq. İnduksiya ilə elektrikləndikdə nə baş verir? İnduksiya ilə elektriklənmə məsafədən elektriklənmədir. Yenə bir dənə elektroskopu çəkək. Hətta yuxarıdakı elektroskopu götürə bilərik. Bu hissələri silirəm. Deməli, buna indi bir dənə mənfi yüklənmiş cismi toxundurmuram, yaxınlaşdırıram. Bu zaman bunun kürəciyindəki elektronlar bu mənfi yükdən uzaqlaşırlar, çünki itələnmə baş verir. Onlar gəlib yığışır vərəqlərə. Onda kürəcikdə elektronlar çatışmaz olaraq, yəni elektron çatışmazlığı yaranır və müsbət yüklənir. Bu halda biz deyirik ki, induksiya ilə elektrikləndikdə elektroskopun başlığı ilə vərəqləri müxtəlif işarəli yüklərlə yüklənir. Yəni kürəci müsbət yükləndi, vərəqlər mənfi yükləndi. Amma yuxarıda isə toxunduqda isə eyni işarəli yüklə yüklənmişdi. Həm kürəciyə, həm də vərəqlər mənfi yüklə yüklənmişdi. O zaman bunu birləşdirək belə. Üçüncünü də oxuyaq. Elektroskop bütövlükdə yüksüz olur. Bəli, buradakı müsbət yüklər ilə buradakı mənfi yüklər topladığımız zaman elektroskop yüksüz olur. Amma yuxarıdakı nümunə üçün bunu demək olmaz. Yəni kürəcik mənfi, vərəqlər mənfi toplandıqda mənfi ədəd alırıq. Onda bunu həm də birləşdirərik bununla. Keçək növbəti çalışmaya. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Elektriklənmiş plasmas qələm neytral kağız qırıntılarını cəzb edir. Bu hadisəni izah et. Burada bizim bir neytral, daha doğrusu yüklənmiş plastik qələmimiz var. Altında da kağız vərəq qırıntıları var. Yəni kağız qırıntıları var. Lakin kağız qırıntıları neytraldır.
Ve sual olunur ki, bu yüklenmiş olsa da, yani bu qələmimiz yüklenmiş olsa da, axı vərəqlər neytraldır. Bunlar arasında qarşılıqlı təsir olmaması gerekir. Zahirən baxdığımız zaman. Amma biz görürük ki, həmin plastik qələm neytral olan bu kağız vərəqlərini özünə cəzb edib yapışdırdı. Bəs bu necə baş verir? Biz demiştik ki, elektrostatik induksiya üsulunda cisimdeki yükler yeniden paylanabilir. Mesela fərz edək ki, burada bir tane cisim var. Bunun içerisinde müsbət mənfi yükler, belə çəkək. Müsbət ve mənfi yükler bu şekilde karışık bir şekilde paylanıb. Her iki tarafta müsbət de var, mənfi de var. Ama bunu müsbət yüklenmiş bir cisme yaxınlaştırsaq, onda elektronların, bak bu müsbət yüklenmiş bir cisim olsun. Bu da elektronların yeri değişer. Təzədən farklı şekilde, mesela buradaki elektronları silirəm. Bu elektronların hamısı bu tarafa yığışar. Bak hamısı buraya yığışar. Ve neticede bu tarafta mənfi yükler daha çok olur. Ona göre bu taraf qismən mənfi yüklənir. Diğer tarafta ise elektron çatışmazlığı olduğu için orası müsbət yüklənir. Ve bundan sonra ise bu müsbət yüklenmiş cisim özüne yakın olan bu mənfi tərəfi cəzb edəcək və bunlar arasında cazibə qüvvəsi yaranacaqdır. Deməli, bu müsbət yüklənmiş cisim bu normalde neytral olan kağız parçasının bir tərəfini, daha doğrusu bir tərəfinə elektronları yığar. Mesela bu tərəfə yığdı ve bu zaman diğer tərəfi farklı yükle yüklenir. Ümumilikdə bu yine de neytraldır. Ancak sadece olarak yükler yeniden paylaşır. Bu müsbət yüklənmiş cisimdə özünə yaxın olan tərəfi ilə qarşılıqlı təsiri daha güclü olur. Yəni demək istədiyim budur ki, müsbət və yaxud mənfi yüklənmiş olmasından asılı olmayaraq, bu cisim neytral bir cisme yaxınlaşdırıldıqda, həmin neytral cisimdə, yəni bu nümunədə kağız vərəqlərdəki yüklər yenidən bölünür və elektrostatik induksiya nəticəsində bu yüklenme baş verir ve ondan sonra da karşılıklı təsir baş verir. Yani bu sualın cevabı olarak bu hadisenin izah etdiyiləndə kısa şekilde biz belə deyə bilərik. Kağız vərəqlər, yani plastik yüklenmiş qələm ona yaxınlaşdırıldıqda yeniden yüklenme baş verir. Yani yükler yerini değişir ve bunun neticesinde karşılıklı təsir baş verir. Devam edək. Növbəti çalışmamız 5 nömrəli çalışmadır. Elektrik yükü 5 kulon olan cisme ilave olarak mənfi 7 kulon yük verildikdə onun yükü neçə kulon olar? Yani biz yazarıq müsbət 5'in üzerine 5 kulon üste gel mənfi 7 kulon. O da beraber eder mənfi 2 kulon. Basit bir çalışmadır. Keçək 6. çalışmaya. A, B ve C magnitler şekildeki kimi plasmas çubuk üzerinde yığılıb onlar plasmas çubuk boyunca serbest hareket edebilirse de şekildeki vəziyyət müşahidə olunub. Aşağıdaki hallardan her bir magnetin şimal ve cənub qütblərini müəyyən et. Birinci nümunədə A magnetin aşağı tərəfi onun şimal qütbü olduqda A magneti budur. Onun aşağı tərəf budur şimal. Şimal N idi. O da yuxarı tərəfi S'tir. Bu B magneti ile karşılıklı təsirdə olub itələmə qarşılıqlı təsirində. O zaman B'nin de aşağısı S'tir. Burayı da S yazarıq. Çünkü bu S ile bu S birbirini itələyir. O da bunun yukarısı N olar. Deməli B magneti ise buradaki B magneti ise C magnetine yapışıp yani onu cəzb o zaman bu C magnetin aşağı tərəfi S olmalı. Çünkü N S'i cəzb edir. Bunun yukarısı N olmalıdır. Yani bunu bu şekilde yazabilirik. Deməli birinci halı üçün, yani bu birinci halı üçün bu şekilde olur. Sonra ikinci halda ise bunu silirəm. Bunu qeyd edə bilərsiniz. Yani her bir magnetin şimalı hansı oldu, cənubu hansı oldu. Ya da bunu belə qeyd edək. Buna mesela 1 deyək. Bu birinci hal olsun. İndi ikinci halda bu tərəfdən yazacağım. Bu hissədə də ikinci halı yazacağım. Baxa görək nə olur onda. Deməli A magnetinin yuxarı tərəfi onun şimal qütbü olduqda. Eğer bunun yukarı tarafı şimaldırsa, N'dirsə, onda aşağı tarafı S'tir. Bu yukarıdaki B magnetini itələdiyinə göre o zaman bunun burası da N'dir. Onda yukarı tarafı S'tir.
O zaman bu da yukarıdaki C magnetine yapıştığına göre burası N, burası S. Bu şekilde olar. Devam edək. Növbəti çalışmamız 7 nömrəli çalışmadır. Elektrik sahəsi intensivliyinin vahidi əsas vahiddir, yoxsa törəmə vahid? Cavabı əsaslandır. İntensivliyin ifadəsini belə yazmışdıq. Y bərabərdir. F bölünsün Q. Bu intensivliyin düsturuydu. Yəni bunda 1 Newton idi qüvvənin vahidi. Bu da kulondur. Demək ki, intensivlik Newton ve kulondan türemiştir. Hatta Newton ve kulonun özü de esas değil. Onlar da türemedir. Dolayısıyla intensivlik türeme vahidi olmuş olur. İntensivliğin vahidi. Devam edek. 8. çalışmanı okuyuram. Bu şekildeki magnetin cənub ve şimal kütlelerini tap. Şekil üzerinde magnet sahəsinin daha güçlü ve daha zayıf olduğu iki nöqtəyə qeyd elə. Deməli biz demiştik ki, qüvvə xətləri iki dənə qütbü var bunun. N ve S diye. N'den çıxır, S'e daxil olur. O zaman N'i sol tərəfdə çəkərik. Çünki qüvvə xətləri oradan çıxır belə. S ise sağ tərəfdə oraya daxil olur bu şekilde. Güclü olan nöqtə, mesela bak buradaki bir de nöqtə qeyd eləsək. Bak mesela bu nöqtədə daha güclü olar. Çünki qütbə yaxındır. Şimal qütbündə məsələn. Buraya 1 deyək. Ama biraz daha uzaq nöqtədə. Bak burada məsələn bir nöqtə qeyd edirəm. Buna da 2 nöqtəsi deyirəm. Bir nöqtəsində intensivlik, daha doğrusu indüksiya daha güclüdür. İndüksiya vektörünü B hərfiyle işaret etmiştik. B1 böyükdür B2'den. Magnetin qütbünə yaxın nöqtədə indüksiya daha güclü olur. Son çalışmamızı oxuyuruq. 9. Şəkildəki cihazlar vasitəsilə hansı fiziki kəmiyyətləri müəyyən etmək olar? Bir dənə lampa var. Lampa paralel olarak voltmetreye birleşip ve devreye ardıcıl şekilde ampermetre birleşip lampadaki cereyan şiddetini buradaki ampermetre vasıtasıyla tayin etmeye olar. Bunu tayin etmeye olar. 2 lampanın uçlarındaki gerginlik. Bəli, ona voltmetre birleşip bununla tayin etmeye olar. Bu da doğru. 3 lampanın müqaviməti. Bəli, müqavimət hansı düsturu ilə hesablanırdı? R bərabərdir. U bölünsün I. U məlum, I məlum. Bu nisbəti taparaq R'i tapmaq olar. Misal üçün U'muz 10 olsaydı, i'miz de 2 olsaydı, o zaman R beraberdir 5 ohm olardı. Misal için. Yani bu şekilde yazmak olar. O zaman 3 lampanın müqavimətini de təyin etmək olar. 4 lampanın spiralının uzunluğunu, xeyr, yani uzunluğu ile bağlı bizim elimizde heç nə yoxdur. Düzdür, müqavimət uzunluğu ile düz mütənasibdir, amma orada fərqli kəmiyyətlər də var. Naklin növündən vesaire de asıldı. O zaman bunu təyin etmək olmaz. 4. 5'i oxuyaq. Lampanın spiralının hazırlandığı metalı, onu da bilmək olmaz. Çünkü onun üçün də bizim elimizde bütün ifadeler yoktur. Bu şekilde. 10 da var. Yo, bu 9 sonuncu çalışma olmadı. Devamı varmış. Çalışma 10. Rezistorun şərti işarəsi hansıdır? Rezistor budur. Yani bunu düşünmeye ihtiyaç yoktur. Düzgün cevap B bəndi. Çalışma 11. Şekildeki devrenin sxemini çerçevenin daxilində çək. Sxemdeki elementlerin funksiyalarını izah et. Burada bizim 2 tane batareykamız var. Biz onlara cereyan mənbəyi deyirdik. Onlar bu şekilde birleşip bu müsbət tərəf bizim için uzun tərəf müsbət idi, kısa tərəf mənfi bu şekilde. Sonra burada birleştirici nakiller var belə. Burada bir tane açar var. Bu bizim elektrik açarımızdır ve açarımız bağlıdır. Bu şekilde. Devam edek sonra. Geldik aşağıda da 2 tane lampamız var. Bu bir lampa olsun. Bu da ikinci lampa olsun. Bu şekilde. Yani schemini bu şekilde çekmiş olduk. Bununla da schemin çekilişi boşa çattı. Şimdi bize deyilir ki bu elementlerin funksiyasını izah et. Bu cereyan mənbəyidir. Cereyan mənbəyi dövrəni elektrik enerjisi ilə qidalandırır. Bu açardır. İstediğimiz zaman dövrəni açıp kapayabilirik. Yani bu lampaları elektrik dövrəsindən ayırabilirik. Bunlar da spirallı lampalardır. Biz onlara közərmə lampası deyirik. Onlar da elektrik enerjisini ışık ve istilik enerjisine çevirir. Belə. Geçək 12. çalışmaya. Yəqin bu sonuncu çalışma olar.
Ne üçün iki lampanın cəryan mənbəyinə ardıcıl yox, paralel birləşdirdikdə onlar daha parlaq yanır? Çünki lampalar ardıcıl birləşəndə eyni cəryan mənbəyinə bunların müqamətləri R olsa, ümumi müqamət R bərabərdir. R plus R 2R olur. Bu ümumi müqamət burada 2R oldu. İndi paralel birləşməyə baxaq. Bu halda isə ümumi müqamət R bərabərdir. R böl 2 olur. Yəni R ümumi bərabərdir. R böl 2 olur. Deməli müqamət burada daha böyükdür. Burada isə kiçikdir. Müqamət kiçik olanda cəryan şiddəti böyük olur. Müqamət böyük olanda isə cəryan şiddəti kiçik olur. Yəni cəryan şiddəti kiçik olanda əlbəttə ki parlaqlıq da kiçik olur. Deməli səbəb ardıcıl paralel birləşəndə onlar daha parlaq yanar. Əlbəttə ki paralel birləşəndə daha parlaq yandığını gördük. Səbəbi isə paralel birləşdirmədə ümumi müqamət daha kiçik olur. Ardıcıl birləşdirmədə isə müqamət böyük olur. Müqamət böyük olanda da cəryan şiddəti kiçik olur. Burada bitti bizim iş dəftərimiz. Dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah növbəti il görüşərik. Sağ olun.